Mətbəximdən hamıya salamlar. Bayram süfrələrinin, xonçaların, yeni bəzəyi olan boğça şirniyyatını birlikdə hazırlayaq. Eyni şəkərbura xəmiri, amma hazırlanması daha asan. Dəqiq resepti şərhlərdə qeyd etmişəm. Çəkilmiş təmiz fındıq ləpəsinə limonun qabığını, suyunu, yumurta ağını və şəkər tozunu əlavə edib qarışdırıram. 30 qramlıq 28 ədəd toplar hazırlayıram. Unla yumşalmış kərə yağından umaca hazırlayıram. Xama, yumurta sarısı, şəkər tozu və maya qatdığım südü əlavə edib orta bərklikdə xəmiri yoğururam. Striçli üzərini örtüb 30 dəqiqə mayalandırıram. Dincəlmiş xəmirdən hər biri 35 qram olmaqla 28 kündə hazırlayıram. Qurumasınlar deyə üzərlərini örtürəm. İlk hazırladığım kündədən başlayıb kiçik ölçüdə yayıram. İçliyi xəmirə yerləşdirib bükürəm. Alt hissəsində çox xəmir qalsa ayıra bilərsiniz. Üzərini naxışla bəzəyib öncədən isitdiyim 160 dərəcəli sobada altı qızaranarak bişirirəm. Ləzzətinə söz ola bilməz. Şəkərbura hazırlamaqda çətinlik çəkən xanımlar, məncə bu şirniyyatı hazırlayın. Hazırlayanlar fikirlərinizi şərhlərdə bölüşün. Videonu like etməyi unutmayın. Torpaq çərşəbəniz mübarək olsun.